Bilinmeyen hakerler Dünya Bank sistemine daxil oldu ve 1 milyar doları heç kim hiss etmeden yok etti. Banka girmeden. 1 milyar dolar uğurlamak mümkündürmü? Onlar nə silah istifadə etdi, nə də maska taxdı. Sadəcə kompüter və səbr. 1 milyar doların necə uğurlandığını bilmək istəyirsinizsə, videoya sona qədər baxın. 2013-cü il. Dünya Bank sistemində heç kimin hiss etmədiyi bir şey baş verirdi. Hər şey normal görünürdü. Müştərilər pul çıxarır, işçilər gündəlik işlərini görürdü. Amma arxa planda görünməyən bir qrup artıq bankların içində idi. Bu qrup sonradan Carbanak Cyber Gang adı ilə tanındı. Onlar adi haker değildi. Onlar bankın içində işləyən real əməkdaş kimi davranırdı. Hər şey sadə bir e-mail ilə başlayırdı. Bank işçilərinə göndərilən saxta məktublar, içində zərərli fayl və sadəcə bir klik. Bu klikdən sonra isə artıq sistem onların nəzarətinə keçirdi. Onlar tələsmirdi. Bəzən aylarla gözləyirdi. İşçilərin kompüterini izləyir, ekranlarını qeydə alır, hansı düyməyə necə basıldığını öyrənirdi. Sanki görünməyən bir işçi kimi sistemin içində yaşayırdılar. Sonra isə əməliyyat başlayırdı. Bəzi hallarda bank hesablarına gilli şəkildə pul əlavə edir, sonra həmin pulu öz hesablarına götürürdülər. Amma daha şok edici üsul da var idi. Bankomatlar öz-özünə pul çıxarmağa başlayırdı. Gecə vaxtı küçədə heç kim toxunmadan ATM-lərdən pullar axırdı və artıq orada onları gözləyən insanlar olurdu. Bu pullar saniyələr içində yox olurdu. Araşdırmalara görə bu qrup 30-dan çox ölkədə 100-dən çox banka hədəf aldı və ümumi oğurlanan məbləğ 1 milyard dollara qədər çatdı. Bu artıq adi oğurluq deyildi. Bu tarixdə ən böyük görünməyən bank soyğunu idi. Ən qorxulu tərəfi isə bu idi ki, banklar uzun müddət bunu hiss etmədi. Çünki hər şey sistem daxilində baş verirdi. Heç bir zorakılıq yox idi, heç bir siqnal yox idi, sadəcə pullar yoxa çıxırdı. Əslində onların istifadə etdiyi texnologiya da kifayət qədər inkişaf etmişdi. Araşdırmalara görə bu qrup banklara daxil olmaq üçün əsasən Windows sistemləri üzərində işləyən kompüterləri hədəf alırdı. Xüsusilə Windows 7 və Windows XP istifadə edən köhnə bank terminalları daha asan hədəf idi. Onlar Carbanak adlı xüsusi hazırlanmış zərərli proqramdan istifadə edirdi və bu proqram bankın daxili serverlərinə, hətta bəzi hallarda Swift pul köçürmə sistemlərinə qədər çıxış əldə edirdi. Bu hücumlar əsasən 2013-2014-cü illərdə Ukrayna, Rusiya, Almaniya, Çin və ABŞ-da yerləşən banklarda qeydə alındı. Məsələn, Kiyev və Moskva şəhərlərində bəzi bank filiallarında sistemlərə gizli giriş əldə edilərək aylarla müşahidə aparılmışdı. Onlar HP və Dell markalı ofis kompüterlərindən istifadə edən işçiləri xüsusi olaraq hədəf seçirdi. Çünki bu sistemlərdə təhlükəsizlik yeniləmələri çox vaxt geç tətbiq olunurdu. Bəzi hallarda isə onlar bank işçilərinin gündəlik fəaliyyətini tam təqlid edirdi. Məsələn, bir əməkdaş səhər saat 09:00-da sistemə daxil olub əməliyyat edirdisə, eyni saatda eyni əməliyyatları edirdi ki, heç bir şübhə yaranmasın. Onlar bankın daxili proqram təminatını öyrənərək sanki həmin sistemin bir hissəsinə çevrilirdi. Hətta bəzi hallarda bankın təhlükəsizlik kameralarına qoşularaq real vaxtda kimlərin ofisdə olduğunu izləyirdilər. Bu isə o demək idi ki, onlar əməliyyatı yalnız uyğun anda, məsələn, iş saatlarının sonuna yaxın və ya həftə sonu həyata keçirirdi. 2014-cü ilin sonlarına doğru bəzi Avropa banklarında bu üsulla milyonlarla dollar tədricən çıxarılmışdı və heç bir sistem bunu anormal fəaliyyət kimi qeyd etməmişdi. Ən maraqlı tərəfi isə onların komandası idi. Bu qrupun arxasında duran şəxslərdən biri kimi sonradan adı hallanan Denis Kalinin, aka Denis K, 2018-ci ildə İspaniyanın Alicante şəhərində saxlanıldı. Araşdırmalar göstərirdi ki, bu qrup beynəlxalq şəkildə fəaliyyət göstərirdi. Bəzi üzvlər Şərqi Avropada, bəziləri isə Asiyada yerləşirdi. Onlar internet üzərindən koordinasiya olur, xüsusi şifrələnmiş kanallar vasitəsilə əlaqə saxlayırdı. Hətta bəzi məlumatlara görə onların istifadə etdiyi serverlər Çində və ABŞ-da yerləşən data mərkəzləri üzərindən yönləndirilirdi ki, izlərini gizlətmək daha çətin olsun. Bu artıq sadəcə haker qrupu deyildi. Bu peşəkar, planlı və qlobal səviyyədə işləyən bir rəqəmsal cinayət təşkilatı idi. Amma bu planın ən qorxulu tərəfi onların necə düşünməsi idi. Onlar sadəcə sistemə daxil olmurdu, sistemi öyrənirdi. Hər bank üçün ayrı strategiya qururdular. Bəzi hallarda aylarla heç bir hərəkət etmədən sadəcə izləyirdilər. Hansı saatda daha çox əməliyyat olur, hansı işçi hansı səlahiyyətə malikdir, hansı sistemdə zəiflik var. Hətta bəzi banklarda onlar daxili video nəzarət kameralarına belə daxil olaraq real vaxtda işçiləri izləyirdi. Bu isə o demək idi ki, onlar artıq təkcə kompüterdə deyil, fiziki olaraq da bankın içində idi. Onlar səhv etmirdi, çünki hər addım əvvəlcədən sınaqdan keçirilmiş kimi dəqiq idi. Daha sonra isə ən kritik mərhələ başlayırdı. Pulun izsiz yox edilməsi. Onlar sadəcə oğurlamırdı, izlərini də silirdi. Pullar bir neçə fərqli hesaba bölünür, sonra müxtəlif ölkələrə ötürülür, bəzən isə Money Mule adlanan vasitəçilər vasitəsilə nağd şəkildə çıxarılırdı. Bu proses o qədər sürətli və mürəkkəb idi ki, bank sistemləri bunu real vaxtda izləyə bilmirdi.
Bəzi hallarda isə bankın öz məlumat bazasında dəyişiklik edərək sanki həmin pul heç vaxt mövcud olmayıbmış kimi göstərirdilər. Bu artıq oğurluqdan daha çox sistemin içində sistem qurmaq idi. Və ən qorxulusu, heç kim bunun nə vaxt başladığını dəqiq bilmirdi. İstintaq illərlə davam etdi və nəhayət 2015-ci ildə bu hadisə ictimaiyyətə açıqlandı. Bütün dünya şok oldu. Çünki bu hadisə bir şeyi sübut etdi. Artıq bank soymaq üçün silah lazım deyil, sadəcə kompüter və səbir kifayətdir. 2018-ci ildə bu qrupun bəzi üzvləri tutuldu, amma mütəxəssislər deyir ki, bu tip hücumlar hələ də davam edir. Və bəlkə də elə bu anda hansısa bank sistemində görünməyən biri hər şeyi izləyir. Bu hekayə göstərdi ki, ən təhlükəli oğrular görünməyənlərdir. Bu kimi real və şok hekayələri qaçırmamaq üçün kanala abunə olun, videonu bəyənməyi unutmayın. Sizin də fikriniz maraqlıdır. Sizcə bu hadisə necə mümkün oldu? Daha çox belə sirli və real hekayələr üçün bizi izləməyə davam edin.